Burada həm Rəşad müəllim, həm Məlahət xanım məsələ qaldırdı bu plastik cərrahlarla bağlı. Bilirsiniz, birinci, əgər plastik cərrah bu indiyə qədər işləyibsə də, onun sənədi yoxdursa, bu sahədə bunun təsiri yoxdursa, bu demək deyil ki, ömrü boyu işləyəcəkdir. Və sənəd əldə eləməlidir ki, bu plastik cərrahdır. Bax, öz sahəsinin mütəxəssis olmayanların aqibətini gördük. Nə qədər insanları itirdik biz, nə qədər xoşa gəlməz hadisələr baş verdi. Mən tərəfdarıyam ki, Səhiyyə Nazirliyi bu istiqamətdə çox düzgün iş görüblər. Doğrudan da plastik cərrahları seçdilər ki, onların bu sahədə təhsilləri var, diplomdan sonraki təhsilləri var və onlar fəaliyyət göstərə bilər. Kimsə əvvəlcə fəaliyyət göstərib, 5 il mən işləmişəm, qeyri-qanunindən sonra da qeyri-qanuni işləyim, bu düzgün yanaşma deyil. Bu bir. İkinci bir məsələ, bundan əvvəl kimsə təkmilləşdirmə kursu keçibsə, sənəd alıbsa ki, bu ixtisas üzrə işləyə bilər, qanunun geriyə qüvvəsi yoxdur Rəşad müəllim. Buna indiyə qədər əgər onlar keçibsə və bizim qanunvericilikdə də öz əksini tapmışdır ki, təkcə rezidentura yolu ilə yox, təkmilləşdirmə yolu ilə də əldə eləmək olar bu sənədi. Yəni bu qanun qəbul olunana qədər onlar bu sənədləri varsa, çalışıblarsa çalışacaqlar. Bu iki. İkinci bir tərəfdən mən hesab edirəm ki, Rəşad müəllim dedi ki, 5500 və yaxud ürək əməliyyatı edən cərrahı sertifikasiyadan keçmədiyindən uzaqlaşdırmaq düzgün deyil. Məni təxminən də mən də hesab edirəm. Mən də hesab edirəm ki, 10 il, 5 il onkoloq işləmiş və kardiya cərrah işləmiş adam ya gedib o sertifikat imtahanını çox asanlıqla verə bilər, ya da ki, peşəkar bu yeni davamlı peşəkar inkişaf üzərindən bunları verə bilər. Ona görə bu böyük bir problem olmayacaq və bu Qudrət müəllim, mən hesab edirəm ki, bu 6 aylıq vaxt Musa müəllimin təklif elədiyi kimi 6 aya qədər biz onu o redaksiyada versək, elə ona uyğundur. Bu daha həkimlərimiz də maraqlı olacaqlar ki, 6 ay yox da bu 1 ay daha nə qədər mümkündür o müddətdə versinlər. Mən hesab edirəm ki, çox maraqlı bir müzakirə aparıldı. Təklif edirəm ki, qanun layihəsini Milli Məclisdən plenar iclasına ikinci oxunuşda təqdim edək. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.